Hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Mən Kaspi Abituriyent Məktəbinin Azərbaycan dili ədəbiyyat müəllimi Günay Kərimova. Bugün sizinlə buraxılış imtahanında mətnlər və qrammatika üzərindən diqqət edilməli məqamlar haqqında danışacağıq. Əvvəla birinci qrammatika haqqında danışaq. Sualları mütləq diqqətdən, tələsmədən oxumaq lazımdır. Çünki sualın şərtini tam oxumayanda biz artıq cavablamaqda səhvə, yanlışlığa yol verəcəyik. Vaxt bölgüsünə doğru riayət etmək lazımdır. Bəzən uşaq bilmədiyi bir sualın üzərində qalır və bu nə qədər vaxt itkisi olur. Ona görə bilmədiyimiz suala bir işarə qoyub keçməliyik növbəti suala ki, sonradan geri qayıdıb baxa bilək. Sualları oxuyan zaman açar sözlərin altından mütləq xətt çəkməliyik. Çünki şagird səhvdir əvəzinə doğrudur götürür və yaxud işlədilmişdir əvəzinə işlənməmişdir götürür. Bu məqamlara xüsusi diqqət eləmək lazımdır. Cavab vərəqini düzgün doldurmaq. Bu bölmədə çox diqqətli olmalıyıq. Bəzən uşaqlar gəlir ki, müəllim, mən düz yazmışdım, amma sürüşdürmələr elədim. Ona görə cavab vərəqlərini dolduran zaman çox diqqətli şəkildə düzgün doldurmaq lazımdır. Bizim bilirik ki, təbii ki, ikinci bir hissədə bizdə mətindir. Mətnləri oxumamışdan qabaq mütləq birinci sualları oxuyuruq. Sonra mətnin adına baxırıq və mətni tam olaraq oxuyuruq. Mətni tam oxuyub bitirdikdən sonra artıq mətni abzaslara ayırırıq. Abzaslara ayırıb tərkib hissələrini, yəni giriş, əsas, nəticə olaraq onu tərkib hissələrinə bölürük. Böləndən sonra artıq sualların cavablandırılmasına keçirik. Və diqqətli olun. Bəzən uşaq birinci variantı oxuyur, elə bilir ki, artıq tapdı variantı. Sadəcə səbirlə birinci və sonuncu varianta qədər axıracan diqqətlə oxumalıyıq. Sonda şəxsi fikrə yox, mətnə əsaslan. Bəzən uşaqlar, məsələn, Nizami Gəncəvi haqqında bir mətindir, bilir ki, bu şair olubdur, deyir ki, orada mətndə şairi haqqında heç nə verməyibdir. Deyir, bəs mən bunu bilirəm də, bu şair olub. Bu nüanslarda diqqətli olun. Mətndə bizə hansı məlumat verilibsə, yalnız o məlumat üzərindən işləməliyik. Bütün abituriyentlərə uğurlar arzulayıram. Çalışın siz də sualları işləyən zaman bu qaydalara diqqət edəsiniz.